Bəzi qorxular var, məzəmmət olunub, pislənib. Bəzi qorxular da var ki, onlar tərif olunub. Onlar yaxşı qorxulardır. Bunları aid etmək lazımdır. Mən bir neçəsini deyim. Məsələn, yaxşı qorxulardan biri. Qorxuram, imanım əlimdən çıxar. Qorxuram, yaxşı dostumu itirərəm. Gözəl bir dostum var, imanlı bir dostum var, təqvalı bir insan var, mənlə dostdur. İxlaslı bir şəxsiyyətdir, gözəl həyatı var, həyatı düzgün başa düşüb, addımları düzgündür, düzgün nəticə çıxardır, təfəkkürü sağlamdır. Qorxuram, həmən dostumu itirə bilərəm. Bu yaxşı qorxudur. Qorxuram, Allah məndən üz döndərər. O qədər günah eləyərəm, Allah məndən üz döndərər. O qədər Allaha müxalif yaşayaram, Allah məndən üz döndərər. Bu qorxu yaxşı qorxudur. İnsanın vücudunda bu qorxunun olması təriflənib. Deyirlər ki, yaxşı bir qorxudur. Amma bəzi qorxular da var, məzəmmət olunub, pislənib. Bunlar yaxşı qorxular deyil. Məsələn, düşmənin qabağından qorxub qaçmaq, düşməndən qorxmaq. Məsələn, bir yerdə işləyirəm, haram bir yerdir, orada işləyirəm, qorxuram ki, o işdən çıxaram, işsiz qalaram. İşsiz qalaram. Bu qorxu məzəmmət olunub. Sən Allaha görə addım atırsan, sən Allaha görə haram işdən əl götürürsənsə, deməli Allah da neynəyəcək? Sən işləri açacaq, narahat olma. Addımı ona görə atmısan, Allaha görə atmısan.